Ümumiyyətlə hər birimizin mənfi və müsbət tərəflərimiz var. Bu kimlər ki var ki, məsələn, zəif tərəflərindən yola çıxırlar, özlərini sanki bir bacarıqsız hesab edirlər, hər hansısa bir işdə deyirlər ki, mən başqası kimi bax uğurlu müqayisə etmək ən pis tərəfimiz. Yəni biz elə bilirik ki, kimsə hansısa işdənmi, hansısa nəsə həyatında nəsə bir uğuru varsa, deməli bu insan şanslıdır ya nədir? Amma əslində o insanın bizdən fərqi nə ola bilər? Ona verilən o həmin kodu xəbərsiz olsa da, o artıq ona uyğun həyat yaşayır. Yəni ola bilsin ki, eyni də ola bilərsiniz. Amma sən müxtəlif bu ailədən gələn sıxılmalar ola bilər, cəmiyyətdəki hər hansısa bir roluna görə sən onunla eyni, yəni ki, təbii ki, eyni ola bilməyəcəksən. O daha azad, daha sərbəst seçimini edir, amma sən artıq o qorxu ilə mı, inancla mı, nəysə onun kimi ola bilmirsən və düşünürsən ki, o səndən daha uğurludur, o səndən daha şanslıdır və bir də ki, yəni ola bilər ki, sizin hər birimizin, yəni məndə əgər bu bacarıq daha üstündürsə, deməli onda da başqa bacarıq üstündür. Yəni heç kim heç kimdən o deyir, nə üstün deyil, nə aşağı deyil. Sadəcə bizim problemimiz nədir? Biz özümüzü tanımırıq, biz özümüzdə olanı görmürük, biz başqasında olanlara baxırıq, başqalarının etdiyini edirik bəzən.